Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. İnteras televiziyasının efirində İncə Saat verilişinə başlayırıq. Və bugün çox maraqlı bir qonağımız var. Əslində düşünürəm ki, hər birinizə maraqlı olan kitablardan, ədəbiyyatdan danışacağıq. Və bu mövzuda danışmaq üçün bizim studiyadakı qonağımız şair, yazıcı Cəlil Cavanşirdir. Cəlil bəy, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Öncə giriş eləyəndə dedim ki, tamaşaçıların hər birinə maraqlı olar, amma bunu deyirəm, təbii çox böyük arzumuzdur bizim. Kitabdan danışmaq böyük bir zövqdür. Ədəbiyyatdan danışmaq böyük bir zövqdür. Amma bugün ədəbiyyat, kitablar nə qədər maraqlıdır sizcə insanlara? Ümumi mənada götürəndə, yəni ümumi dünya səviyyəsində götürəndə insanlar oxuyurlar həyatlarını dəyişmək üçün, həyatda rastlaşdıqları uğursuzluqları dəf eləmək üçün kitab oxuyurlar. Amma Azərbaycan mühitinə gələndə isə Azərbaycanda kitaba marağın səviyyəsi təbii ki, bizim istədiyimiz kimi deyil. Amma yenə də çox bədbin danışmaq olmaz. Yəni, kifayət qədər oxuyanlar da var. Ölkə əhalisinin sayını nəzərən götürəndə o qədər, belə deyək də, təəssüf eləyəcək bir vəziyyət yoxdur. Hər halda kimə lazımsa o tapır, oxuyur, yəni maraqlanır kitabla. Mən istəyirəm ki, ümumiyyətlə kitabla bağlı danışanda elə yazıcı dostlar da, bizim ədəbiyyatla məşğul olan dostlar da nikbin danışsınlar. Çünki pessimistlik gətirəcək. Biz istədiyimiz səviyyə nə vaxtsa olacaq, amma hələ ki, buna da şükür eləmək lazımdır. Nikbin danışaq deyəndə, yəqin onu nəzərdə tutursunuz ki, bir neçə il əvvələ baxmış, indi daha yaxşıdır vəziyyət. Əlbəttə. Əvvəl daha vəziyyət daha faciəli idi. Kitab mağazaların sayı az idi, oxucuların da sayı az idi. Məsələn, 500 tirajda çap olunan kitablar ən azı 5 il polkalarda qalardı, yəni kitab rəflərində qalardı, satılmırdı. İndi kifayət qədər çox satılan kitablar da var. İndi, məsələn, düz dedektiv daha çox oxunur. Könül istəyir ki, başqa formada olsun, başqa kitablar daha çox oxunsun. Amma indi vəziyyət budur. Oxucu dedektiv istəyirsə onu oxuyur. Əsas odur ki, kitab oxunsun. Əvvəl, məsələn, metroda heç kəsin əlində kitab görməzdi. İndi hər vaqonda heç olmasa bir nəfər gün ərzində əlində kitab olan insana rast gəlmək olur. Avtobusda rast gəlmək olur. Sonra sosial şəbəkələrdə bəzən kitab müzakirələrinə də rastlaşırıq ki, bu 5 il əvvəl belə bir şey yox idi. Yəni, ümumiyyətlə, mən nikbinəm bu mövzudakı. Yəni, ölkəyə baxanda, ölkənin ümumi vəziyyətdən baxanda ki, insanlar daha çox bu dəqiqə çörək qayğısındadılar. Ona baxanda kitab oxunursa, buna şükür edib, bunun üzərindən daha yaxşı işləmək, daha çox çalışmaq və daha çox insanlara kitabı sevdirmək lazımdır. Dediniz ki, detektiv daha çox oxunur. Bu, hər halda xarici ədəbiyyatdan olan detektivlərdir. Yoxsa fərq etməz, Azərbaycan, xarici? Məncə, Azərbaycan detektivi daha çox oxunur. Çingiz Abdullayev, Elxan Elatlı, sonra Müşfiq Xan və digərləri, Varis filan. Xarici detektivlə bağlı mən naşirlərlə belə şəxsi söhbətlərimdə bilirəm ki, çox məşhur dünyaca ünlü John Espo var. Onun detektivlərini qanun nəşriyyat çap edib, istənilən nəticəni vermir satışda. Çünki müəllif tanış deyil. Gəncliyə, indiki yeniyetmələrə və gənclərə Elxan Elatlı imzası, Çingiz Abdullayev imzası daha tanışdır. Hətta mən hazırda bölgədə yaşadığıma görə bölgədə apardığım belə özüm üçün araşdırmalardan bilirəm ki, detektivlərə daha çox maraq var. Niyə insanlar yüngül, rahat bir şeylərə qaçırlar? Heç kəs oturub, başını yorub, ağır kitablar oxumaq istəmir. Çünki kitab həm də onları qayğılardan uzaqlaşdırır. Ona görə detektiv oxunur. Təbii ki, Conan Doyle da oxunur, təbii ki, Agatha Christie də oxunur, amma hər halda bizim öz yerli detektivlərimiz oxucu üçün daha maraqlıdır və biraz onlar həm də populyardırlar. Amma hər halda kitab da oxuyurlar, oxusunlar. Dediklərinizdən belə çıxır ki, insanlar kitabı Azərbaycanda hər halda daha çox zövq almaq üçün oxuyurlar, vaxt keçirmək üçün oxuyurlar. Maariflənmək, nələrsə öyrənmək, ümumi belə deyək də, öz daxillərindəki şkalanı qaldırmaq məqsədi ilə deyil. Mənim kitabla bağlı fikrim necədir? Adamlar daha çox kitabı təbliğ edəndə qorxulu formada təbliğ edirlər ki, oxuyun, öyrənin, maariflənin. Bu həm də o demək ki, siz bilmirsiniz, oxuyub öyrənmək məcburiyyətindəsiniz. Kitab o deyil, məncə. Kitab həm əyləncə vasitəsidir. Yəni, kitab oxuyub, rahat-rahat istirahət edib. İstirahətinizi qurmaq üçün kitab oxuyun, dincəlmək üçün kitab oxuyun, əylənmək üçün kitab oxuyun, vaxt olanda öyrənmək üçün də kitab oxumaq olar. Yəni, birdən-birə oxucuya yüklənmək ki, mütləq sən öyrənməlisən, sən bilmirsən, maariflənmək üçün kitab oxumalısan. Oxucu hər halda bir balaca fikirləşəcək ki, yəni mən o qədər savadsız deyiləm filan. Narahatçılıq yaratmaq olmaz oxucuda ki, kitab belə təhlükəli bir şeydir, ağırdır. Dərs kitabları kimi bədii kitabları təqdim eləmək olmaz. Kitab təbii ki, öyrənmək üçündür, təbii ki, kitab maarifləndirmək üçündür, amma həm də əyləndirmək üçündür, həm də istirahət təmin eləmək üçündür. Mən oxucuların oradan başlamağının tərəfdarıyam ki, əvvəlcə istirahət janrında oxusunlar, detektiv oxusunlar, sevgi romanları oxusunlar, sonra məsələn keçərlər ağır ədəbiyyata.
Əslində zövqünə görə kitab seçməyən insan onsuz da yorulub kitab oxumaqdan da imtina Yəni edəcək. birinci səhifədən kitabı atmaqdansa, məsələn, biri götürüb Kafkanı birinci səhifədə oxuyub ağır gəldiyi üçün kənara qoymağındansa, qoy Çingiz Abdullayev açsın detektivini, rahat-rahat oxusun, sonra nə vaxt ürəyi istəsə, təfəkkür yəni aclığı yaransa ki, onda Kafkanı oxumaq lazımdır, açıb onda oxuyar yəni. Cəlil, bu mövzuda danışdıq, yəni əslində oxucudan giriş elədik mövzuya. Daha çox istəyirəm Azərbaycan ədəbiyyatından danışaq, müasir Azərbaycan ədəbiyyatından danışaq, bugün Azərbaycan ədəbiyyatının vəziyyətindən danışaq. Çünki biz oxuculardan çox şey gözləyirik, amma oxucular da yazıçılardan, şairlərdən çox şey gözləyir. Azərbaycan ədəbiyyatının mənzərəsini bir neçə cümlə ilə cızmaq lazım gəlsə, ifadə eləmək lazım gəlsə, şəxsən mən içi özüm qarışıq Azərbaycan ədəbiyyatının indiki mənzərəsindən razı deyiləm və qane eləmir mən indiki durum. Çünki mühit dar olduğuna görə, ölkə balaca olduğuna görə bizə elə gəlir ki, ədəbiyyat əslində var, yaranır. Amma dünya ədəbiyyatına müqayisə edəndə, məsələn, mən daha çox maraqlandığım ölkələrin ədəbiyyatlarını izləyirəm və orada yaranan ədəbiyyat nümunələri, orada gedən ədəbi prosesi izləyirəm. Bizdəki sanki bir dəstə insan bir yerə yığılıb, bir-birini tərifləməklə, deyingənliklə, nə bilim, başqalarının qeybətini eləməklə məşğul olur, ədəbiyyat qalır bir kənarda. Bir qrup başlayır, bir nəfəri, bir neçə nəfəri təqdim edib, onu böyük yazıçı olduğunu isbatlamağa çalışmağa. Nəticədə itirən nə də ədəbiyyatdır. Çünki ədəbiyyat qeybət deyil, ədəbiyyat dostbazlıq deyil, qrupbazlıq deyil və bütün bunlar olanda ədəbiyyat olmur. Yəni, biraz mühitdən kənara çəkiləndə həm fiziki olaraq, həm mənəvi olaraq uzaqlaşanda görürsən ki, əslində bizim ölkədə baş verən proses, ədəbi proses adına baş verən proses əslində sadəcə baş qatmaqdır, vaxt itirməkdir. Açılan saytlar da funksional deyil, ədəbiyyata heç bir faydası toxunmur demək olar ki, yəni, bu mənim son gəldiyim nəticədir. Bundan əvvəlki müsahibələrimdən kimsə çıxarış edib deyə bilər ki, siz çox nikbin danışırdınız falan deyirdiniz bizim proseslə bağlı. Amma indi o fikirdə deyiləm. İndi son belə deyək, dönəmin həqiqəti mənim üçün odur ki, çox işləmək lazımdır. Həddindən artıq çox işləmək lazımdır. Ümumiyyətlə bir yazıçını, bir şairi ədəbi mühit, yəni onun istedadını, bacarığını təyin etməlidir, yoxsa oxucu, xalq, insanlar? İstedadı və yaxud da ki, belə deyək də, intellekti bir ölçən bir metr yoxdur. Yəni ona görə bir konkret kriteriya yoxdur. Varmı, yoxmu bunu? Filan kəs daha çox istedadlıdır, filan kəs daha çox intellektualdır. Bilmək mümkün deyil bunu. Yəni görünən tərəfləri var, aldadıcı ola bilər. Belə bir şey yoxdur. Nə oxucu, nə mühit heç nəyi təyin eləmir. Tarix zaman həll edir. Hər şeyin zamana ehtiyacı var ki, bizim bugün yazırıq, məsəl üçün müəyyən çevrədə tanınırıq, kimlərsə oxuyur, kimlərsə tənqid eləyir, kimlərsə tərifləyir. Bu zamanın hökmüdür. Gələcək üçün düşünmək lazımdır. Ədəbiyyat həm də qalıcı bir şey olmalıdır. Məsələn, bugün 200 il bundan qabaq yazılan bir kitabı tərcümə edirlər Azərbaycan dilini, açıb oxuyuruq, o tamaşası qoyulur, filmi çəkilir falan deyir. Deməli, bu qalıcıdır ki, gəlib bu dövrə çatıb. Bizim də 100 il sonraya gedib çıxmağımız yəni sual altında olan bir şeydir. Bilmirik ki, olacaq yoxsa olmayacaq. Olacaqsa deməli ədəbiyyatdır. Bir yazıcı kimi bunu hesablayırsınızmı siz? Məsələn, gələcək üçün nələrsə yazmağı hesablayırsınızmı, yoxsa bu hesaba sığan bir şey deyil? Onu düşünmək çətin məsələdir. Mən məsəl üçün daha çox məni narahat edən bir şeylər yazıram. Məni narahat edən mövzular hələ ki aktual kimi görünür mənə bugün üçün. O qalacaqsa, deməli biz inkişafdan qalmışıq ki, yəni 100 il sonra da. Məsələn, bugün Cəlil Məmmədquluzadənin yazdıqları aktualdır. Sabirin yazdıqları aktualdır. Biz millət olaraq inkişaf edə bilmədiyimizə görə hələ də Sabir, Mirzə Cəlil, Axundov yazdıqlarında ilişib qalmışıq. Yəni, xalq olaraq bugün Mirzə Cəlilin bir hekayəsini götürüb müzakirə edəsək, bütün prototipləri tapa biləcək küçələrdə. Deməli, 100 il keçib üstündən və heç nə dəyişməyib Azərbaycanda. Mən ümid edirəm ki, məsələn, mən yazdığım publisistik yazılar var, tənqid yazılar. Onlar heç olmasa ümid edirəm və arzu edirəm ki, 5 ildən sonra aktual olmasın. Çünki o problemlər aradan qalxsın. Ədəbiyyat isə, məsələn, ədəbiyyat da həm də dövrün mənzərəsidir. İstəyərdim ki, hə, bəli, aktual olum, ən azı bu dövrü öyrənmək üçün məni oxusunlar 100 il sonra. Amma həm də istəyirəm ki, 100 il sonra ümumiyyətlə Azərbaycan oxucusu elə bir yerə gəlib çıxsın ki, mən sadəcə bir elə vərəqləsinlər ki, belə bir şey olub. Cəlil bəy, ədəbiyyat tarixində, belə deyək də, hələ ötən əsri götürək, kifayət qədər lazımlı və lazımsız adamlar var ki, bunlar, belə deyək də, bugünə qədər gəlib çıxıb, şagirdlərə öyrədilir, tələbələrə öyrədilir. Yəni,
həm yazıcı, şair olanlar, həm yazıcı, şair olmayan insanlar. Siz deyirsiniz ki, tarixdə qalmaq məsələsi var. Yəni nə qədər belə deyək, ədalətlidir bu tarixdə qalmaq məsələsi də? Hə, bunun da biraz tərəfi var, maraqlı tərəfi var. Məsələn, Sovet dövründə kimlərinsə oğlu idi və onlar gəldilər 60-cı illərdən bu tərəfə atlaya bildilər ədəbiyyatda müəyyən mövqe tutandan sonra başladılar atalarını təbliğ eləməyə, valideynlərini, anasını təbliğ eləməyə, əmisini təbliğ eləməyə. Amma bu tarix sadəcə 100 ildən, sadəcə 50 ildən ibarət bir şey deyil. Bugün məsələn Nəsimi şair kimi tanınırsa, sevilirsə, Nəsiminin heç bir oğlu, nəvəsi onu təbliğ eləməyib ki, tarixin süzgəcindən keçə-keçə gəlib. Amma Nəsiminin dövründə yüzlərlə Nəsimi ovqatında yazan, Nəsimi tipində yazan şairlər olub. Hətta Nəsimi imzası ilə yazan onun zamanında xeyli şairlər olub. Amma gəl bizim dövrə çatmayıb təbii ki də. Deməli, zamanın süzgəcindən ən yaxşılar keçir həmişə. O ən yaxşını yazmaq lazımdır. Bugün kimisə zorla gündəmdə saxlamaq mümkündür. Gündəm çox aldadıcı bir şeydir. Məsələn, deyək ki, Xatirə İslam da gündəmdədir, Rəqsanə də gündəmdədir, hansısa bir ədəbiyyat adamı da gündəmdədir. Amma bir 50 ildən sonra bunlar heç biri gündəmdə olmayacaq. Nə tarix, nə yazıçılar, nə şairlər görür. Məsələn, ən uzaq keçmişi deməyək. 100 il bundan qabaq Məmməd Quzadənin, Sabirin dövründə də şairlər olub. Biz onları tanımırıq. Onların içindən həm yaxşıları gəlib çıxıb, həm də kimlərinsə arxasında durub gətirib. Biraz da şans məsələsidir bu. Şans da məsələsi var təbii ki orada. Şans məsələsi var, amma şansa çox güvənmək olmaz. Tarix məncə çox amansız o barədə. Əziyyət çəkmək lazımdır, işləmək lazımdır. Bəs bir şair, bir yazıcı, bir ədəbiyyat xadimi, belə deyək, hər hansı bir ideologiya, fəlsəfə mütləq ortaya qoymalıdırmı? Yoxsa seçilmək üçün, illər sonra fərqlənmək üçün, yoxsa bu vacib deyil? Ədəbiyyat tarixində əslində ortalığa konseptual ideologiya qoymuş yazıçılar var, şairlər var. Elə Nəsimdən danışdıq, Nəsimdən üzü bu tərəfə dünya ədəbiyyatından çox nümunələr demək olar. Amma ədəbiyyatın vəzifəsi ortalığa bir ideologiya qoymaq və yaxud hansısa bir ideologiyanı müdafiə eləmək deyil. Ədəbiyyat son vaxtlar çox populyar söhbətlərdən biri, son bir neçə gündəki xalqın yanında olmaq, xalqın yanında olmamaq falan. İdeoloji məsələdir bu. Məsələn, xalq haradadır, biz də gedək dayanaq onun yanında. Bu xalq ümumiyyətlə görünürmü? Mən məsələn istəyirəm ki, xalqın yanında olam. Amma xalq haradadır ki? Xalq elə bir yerdə olmalı ki, sən xalqın yanında olasan. Amma yəni xalqın yanında olmaq üçün xalq müəyyən bir yerdə olmalıdır. Amma mən çox istəyirəm ki, xalq gəlsin yazıçının yanında olsun. Çünki yazıçının olduğu məqam daha irəli bir məqamdır və biz istəyirik ki, xalq da irəli getsin. Bu biraz ideoloji məsələ var burada, amma təkcə həm də ədəbiyyatın vəzifəsi ideoloji bir vəzifə irəli sürmək deyil. Ümumiyyətlə ədəbiyyat mümkün qədər ideologiyadan kənarda yaransa yaxşıdır. Məsələn, sosializmdir, kommunizmdir, kapitalizmdir. Bu ideologiyalardan, bu ümumiyyətlə fəlsəfi yükdən azad olub tamam başqa bir formada özünü göstərməlidir. Mən belə düşünürəm yəni. Yük demişkən zaman-zaman bizim özümüzə də deyiblər ki, vətən sevgisi vacibdir, ana sevgisi vacibdir. Bizim, düzdür, təbii bunlar müqəddəs borclardır, amma bizim bir çox insanlar və nəsnələr qarşısında borclarımız var. Bütün bunlardan qurtulub da bir şey etmək daha normaldır bir yazıcı üçün, bir şair üçün, yoxsa bu borclarla yaşamaq, bu borclardan hətta istifadə edərək nəsə eləmək? Məncə yazıcı onu sıxan, onu əzən, onun nə bilim, inkişafına mane olan bütün qandallardan azad olmalıdır. Bunun içində vətən sevgisi daxil, övlad sevgisi daxil, hər şey var. Yəni, mən fikirləşirəm ki, bütün bunlar yazısını, yaradıcı insanı çərçivədə saxlayan bir şeylərdir. Yəni, dünyaya Azərbaycanın pəncərəsindən baxmaq, dünyaya övladın pəncərəsindən, atanın pəncərəsindən baxmaq yazısını məhdudlaşdırır. Məsələn, indi tam bəzi şeyləri danışmaqda həm özümdə rahatlıq hiss eləmirəm, həm də ümumiyyətlə danışmaq hiss eləmirəm. Bəzi şeylər doğrudan insana mane olur. Amma ümumiyyətlə, məsələn, vətəni sevmək üçün mütləq vətən haqqında şeir yazmaq lazım deyil ki. Vətəni gedib kənardan da sevə bilərsən, vətəni, nə bilim, bir dağlara çəkilib də sevə bilərsən, nə bilim, gedib Almaniyada oturub vətəni də sevə bilərsən. Bunlar mümkün variantlardır. Ancaq yazısının mütləq vətənpərvər olması, mütləq bu duyğulara çox bağlanıb, qapanıb qalması bu yazısını məhdudlaşdırır. Bəşəri ola bilmirsən. Yazıçılıq bəşəri bir peşədir. Yəni, biraz şablondur, biraz klişe söhbətdir, amma doğrudan yazıçılıq həqiqətən, yəni, otur düşün ki, bugün sən Kafkanı oxuyursansa, Kafka bir Alman millətinin nümayəndəsidir. Marquez oxuyursansa, Cənubi Amerikadır və sənə doğma gəlirsə, deməli, artıq bu sərhədləri aşmış bir şeydir. Və bu səpkidə yazılmaq lazımdır. Yəni, təbii ki, öz problemini də, məsələn, Marquez
xəyalında qurduğu bir belə deyək, Braziliya kəndinin tarixçəsini yazırdı, saqasını yazırdı 100 il tənhalığında və yaxud digər əsərləri ümumiyyətlə Braziliyanı təsvir edirsə, onu həm də qloballaşdıra bilmək lazımdır. Hamı öz kəndini Markesin yazdığı kənd kimi düşünməlidir. Yəni düşünə bilməlidir. Yəni sən həm də vətənini böyütməlisən, genişləndirməlisən o baxımdan da. Amma qapanıb qalmaq yazısının inkişafına mane olur. Ədəbiyyat və incəsənət nümayəndələrindən daha çox şey gözləyir adətən xalq cəmiyyət. Hətta belə deyək də borcluymuş kimi ədəbiyyat nümayəndələri, xüsusilə ədəbiyyat yaradan adamlar xalqa borcluymuş kimi bəzən davranır oxucular. Sanki şair, yazıcı böyük bir kütləni arxasınca aparmalıdır, sanki xilas etməlidir bu kütləni. Ümumiyyətlə, belə bir borcunuz varmı sizin? Mənim heç kəsə borcum yoxdur, yəni bu baxımdan götürəndə ki, yəni kimsə məndən qəhrəmanlıq gözləyirsə, səhv edir, getsin özü qəhrəmanlıq eləsin. Məsələn, mən bir vətəndaş kimi, Cəlil Cavanşir kimi yox, sadə Cəlil kimi, hamı kimi yaşayıram, hamı kimi bu cəmiyyətin üzvüyəm, bu problemlər məni narahat edir. Yeri gələndə mən bütün siyasi, sosial, iqtisadi bütün problemlər haqqında fikir bildirirəm. Amma ədəbiyyatçı olaraq, şair olaraq, ya yazıcı olaraq mənim heç kəsə borcum yoxdur ki, mən onun hüquqlarını müdafiə edeyim və yaxud da ki, onu təmsil edeyim hardasa. Niyə? Çünki bu xalq indiyə qədər yəni göstərib ki, yazısının arxasında dayana biləcək xalq deyil. Meydan hərəkatı dövründə şairlər, yazıçılar çıxdı, tribunalardan çıxış eləməyə başladı. Xalqda belə bir təəssürat yarandı ki, şair, yazıcı mütləq tribunaya çıxıb, tribunadan bar-bar bağırıb, sinəsini tribunaya söküb, nəsə bir şey deməlidir. Mən dünya ədəbiyyatı tarixində belə şeylərə çox nadir halda rast gəlmişəm. Bu da biraz fərd məsələsidir. Adamın istəyinə bağlıdır hər halda. Adam inqilabçı da ola bilər, inqilabçı olmaya da bilər. Yəni, fərdlərə bağlı. Məsələn, bir şair gedib, belə deyək, barikadada döyüşüb ölə bilər. Cəbhədə döyüşüb ölə bilər, şəhid ola bilər. Amma ümumiyyətlə bir şair bütün günü dağda, dərədə gəzib, öz şeirini yazıb, təbiətdən zövq alıb, heç bir proseslərə qarışmadan da yaşaya bilər. Yəni, mütləq şairi gətirib ictimai proseslərin içinə sürükləmək, mütləq şairi gətirib inqilabçı eləmək, qəhrəmana çevirmək, şairdən mütləq hər yerdə cəsarət gözləmək. Şair də adi insandır. Şairin də, yəni bayaq dediyim kimi, günləri, qayğıları, problemləri, dərdi, nə bilim, tasası, 1000 dənə işi var yəni şairində. Şairdən sən qəhrəmanlığı necə gözləyə bilərsən? O halda gözləyə bilərsən ki, sən özün xalq olaraq şairin arxasında durasan. Yəni, biz bunu dəfələrlə görmüşük ki, xalq nə şairinin, nə yazısının, nə incəsənət xadiminin arxasında dayanmır. Həmişə qaçır. Qaçırsa, deməli, qəhrəmanlıq da gözləməməlidir. Bəlkə də sizin dediyiniz kimi hər kəsin öz dərdi var. Bəlkə də bu ondan irəli gəlir. Yəni, bəlkə də, yəni, demirəm şairi mütləq müdafiə edib, arxasınca getmək lazım. Söhbət ictimai məsələlərdən gedirsə, ümumi hamının dərdindən, problemindən gedirsə, onu deyən şair sonunda, belə deyək də, problemlər içində qalırsa, xalq onun arxasında durmursa, xalq onun növbəti dəfə onun sözünü deməyinə şərait yarada bilmirsə, xalq ondan heç tələb eləməməlidir. Konkret, məsələn, nümunələr var ki, son vaxtlar tək konkret adamların yoxdur. Müxtəlif şairlər haqqında deyirlər ki, xalqdan uzaq adamdır, xalqın yanında deyildi, xalqın yanında ola bilmir. Yəni, niyə şair gedib xalqın yanında olmalıdır? Xalq gəlsin şairin yanına, şairi görsün ki, bunun yanında xalq var. Yəni, daha ürəkli olsun, daha cəsarətli olsun. Xalq 1000 kilometrlərlə şairindən, yazısından, ədəbiyyat adamından uzaqdadır. Ögey adam kimi baxırlar şairə də, yazısıya da. Heç mən demirəm, mütləq sənin şairinin, yazısının, qayğısından xalq məşğul olmalıdır. Yox, amma heç olmasa düşünməlidir ən azından ki, gələcəyi üçün. Biz Hadini öldürən xalqıq, biz Cəlil Məmmədquluzadənin əlyazmalarını yandırmağa məcbur edən xalqıq. Biz zaman-zaman, nə bilim, Xəlil Rızanı həbsxanalara göndərən xalqıq. Biz Əli Kərimi öldürən xalqıq. Yəni, biz ümumiyyətlə xalq olaraq indiyə qədər ancaq şairləri məhv eləməklə məşğul olmuşuq, ədəbiyyat adamlarını məhv eləməklə məşğul olmuşuq. Söhbət gerçək ədəbiyyat adamlarından gedir. Bugünümüzün reallığı da odur. Ona görə bu xalqın sadəcə olaraq gedib JEK müdirinə etiraz eləməyə cəsarəti çatmayan nümayəndəsinin gəlib məndən cəsarət tələb eləməsi mənə çox gülməli görünür. Xalqın şairlərə olan sevgisizliyindən danışdınız, amma xalqın şeirə böyük sevgisi var. Bugün kimi dindirsək, kimdən sorsaq, bəlkə də 5 nəfərdən 4-ü şeir yazır. Yəni, 2-dən biri demirəm ki, az olmasın nisbət. Yəni, təxminən elədir, hə. Bu qədər nisbətlə şeir yazırlar. Şeir ümumiyyətlə nə məsələdir? Yəni, nədir? Ruh məsələsidir, istedad məsələsidir, əhval məsələsidir. Nədir şeir? Söhbət
qafiyəbazlıqdan gedirsə, hansısa bir lirik sentimental duyğuları vərəqə köçürməkdən gedirsə, o şeir deyil mənə görə. Ki, zaman-zaman biz də köçürmüşük o cür sentimental duyğularımızı vərəqə, seviləni də olub, sevilməyəni də olub. Mənə elə gəlir ki, Azərbaycanda həmişə deyirlər, Azərbaycan şair xalqdır filan, Azərbaycanlılar şairdirlər filan. Əslində bu hamıda var, bir şeylər yazmaq. Məsələn, o yazılan gündəlik də ola bilər, şeir də ola bilər. Hamı yazmaqla rahatlıq tapır. Ümumiyyətlə, nəyin şeir olmadığını ədəbiyyatşünaslar təyin edə bilər. Bugün indi biri mətbəxdə məsələn zümzümə eləyir özü üçün. Buna bəstə deyə bilərikmi? Təbii ki, deyə bilmərik. Çox, mən elə tanıdığım yüzlərlə adam var ki, məsələn, ot pisəndə, nə bilim, mətbəxdə qab yuyanda, yemək bişirəndə bir özünün nəğməsini yaradır. Bu mahnıdırmı? Bu peşəkar bəstə sayıla bilərmi? Təbii ki, sayıla bilməz. Ona görə də xatirə dəftərlərinə yazılan qoşa sətirlər, o dördbucaq, 4-5 dənə sətr altında üzümə səliqəli yazmaq, bəzək vurmaq altına. Təbii ki, bu şeir deyil hələ. Şeir olması üçün, bir insanın şeir yaza bilməsi üçün ən azı şeirin tarixindən, şeirin nə olmasından xəbər olmalıdır və müasir şeiri bilməlidir ki, öz şeirini yazsın. Ola bilsin ki, şeir, məsələn, belə deyək də, çünki duyğularla bağlı bir şey olduğuna görə bir anda birini ovsunlaya bilərsən, yüzləri ovsunlaya bilərsən, amma onun ədəbi çəkisi, dəyəri təbii ki, dünyadakı proseslərdə, dünyada yazılan şeirlə, Azərbaycan şeir, belə deyək də, ənənəsi ilə müqayisə eləməlisən, oxumalısan çoxlu ki, şeir hansı formadadır indiki şeir. Peşəkar bir şeir ortaya qoymaq üçün çox çalışmaq lazımdır. Yəni, 18-19 yaşında hamı həvəslənib yazır, hətta 16 yaşından deyə başlayırlar da. O hamısına şeir demək və hamısını tələsib çap elətdirib, qalaq-qalaq şeir kitabları ortalığa çıxartmaq, o hələ şeir olması demək deyil yazılanların. Şeirdən danışırıqsa, təbii ki, şeirə oxucu münasibəti də var və biz əvvəldə də oxucu münasibətindən biraz danışdıq. Oxucular həmişə adekvat ola bilmirlər. Oxucular həmişə normal qiymət verə bilmirlər. Şeiri sevmək, ümumiyyətlə şeiri anlamaq, bu da mı bir görəvdir? Yəni, necə deyim, bu da bir fərqlilikdir. Yoxsa hər kəs şeirdən anlaya bilər, sadəcə araşdırmaq lazımdır? Yüksək zövqlü adamların yüksək zövqlü şeir oxuması çox adi bir şeydir. Yəni, yüksək zövqü varsa adamın, adam Lorcan oxuyubsa, adam Nazim Hikmət oxuyubsa, adam Nerudan oxuyubsa, adam son dönəmlərdə deyək, Küçük İskəndərini oxuyubsa, Sunay Akını oxuyubsa, Azərbaycan ədəbiyyatını Əli Kərimi oxuyubsa, bu adamda artıq şeir zövqü formalaşıb. Amma məsələn, efirdə qulaq asdığım Meyxananın ovqatında bir şeir oxumaq istəyən oxucu da var. Mən çox rast gəlmişəm elə şeylərə ki, baxırsan, çox keyfiyyətsiz, mənasız, məzmunsuz bir şeiri 2-3 min adam oxuyur, paylaşır, haqqında yazırlar, bəhbəhlə tərifləyirlər. Bu da onların zövqüdür. Məsələn, onlar o şeirlə xoşbəxt ola bilirlərsə, nə gözəl. O, onları mutlu eləyirsə, xoşbəxt eləyirsə, deməli, şair nəsə bir şey eləyə bilib, ya da onu yazan adam deyək, hamısını şair deməyək, onu yazan, o şeiri yazan adam nəsə bir nailiyyət əldə edə bilib. Amma oxucudan tələbə eləmək olmaz ki, sən mütləq yaxşı, zövqlü şeir oxumalısan. Məsələn, oxucuya mütləq Brodskini oxutura bilmərik. Bu zövqü necə formalaşdırmaq olar? Bax, məsələn, bizə baxan tamaşaçılar da var. Olur ki, məsələn, insan bir ömür yaşayır, uzun illər yaxşı şeirin nə olduğunu kəşf eləyə bilmir. Amma bunu bilənlər bilir ki, nə qədər böyük zövqdür yaxşı şeir oxumaq. Yenə də sadaladığım şairləri oxumaq lazımdır ki, əslində şeirin nə olduğunu tam anlaya biləsən. Onu anlayandan sonra artıq sənin qarşına, gözünün qabağında sosial şəbəkədə rastlaşdığın, hansısa internet saytında rastlaşdığın mətnin şeir və yaxud da ki, qafiyəbazlıq və yaxud da ki, söz yığını olduğunu anlamaq üçün mütləq yaxşı şeirlər oxumalısan. Əvvəlcədən sənin yaxşı şeir mütaliən, yaxşı şeir bazan olmalıdır. Yoxsa qəti mümkün deyil ki, sən pis şeirlə yaxşı şeiri ayırasan. Çünki elə olsa, Aşıq Ələsgərin qoşması ilə hansısa indi deyək, müasir bir aşığın ağzına gələni yazıb oxunması sənə eyni dərəcədə təsir göstərəcək. Və yaxud da ki, belə deyək də, Brodskinin şeiri ilə Dayandur Sevginin şeiri sənə bir o qədər fərq eləməyəcək. Ona görə də yaxşı şeirləri oxumalısan ki, yaxşı şeirləri haqqında məlumatın olmalıdır ki, yeni yazılan şeirlərin yaxşı və yaxud pis olduğunu, zövqlü və yaxud zövqsüz olduğunu o bazana görə, o daxili ehtiyatına görə təyin edə biləsən. Yoxsa qəti mümkün deyil də, yəni.
Zövqdən söz düşmüşkən bunu da istəyirəm dəqiqləşdirək. Yaxşı mətni tanıyıb, yaxşı mətni bilib, zövqü belə deyək də, ədəbi zövqü normal olub. Amma yaxşı şeir yazmamaq qabiliyyəti ola bilərmi insanda? Yəni belə şairlər, belə yazıçılar varmı? Tanıyır yaxşı mətni, amma özləri yaza bilmirlər. Var, təbii ki, var. Çoxlu elə adamlar mən tanıyıram ki, kifayət qədər mütaliəsi var, kifayət qədər şeir bilgisi var, amma alınmır yəni. Bu şeir biraz da nəsr ola bilsin ki, çox zəhmətlə bağlı bir işdir, çoxlu mütaliə eləməlisən, çoxlu öz üzərində işləməlisən, çoxlu müşahidə eləməlisən. Amma şeir bir anlıq bir məsələdir, bir ovqata söykənən bir şeydir. Məsələn, bir ovqatın içində bir şeylər yaza bilərsən, ya şeir olar, ya şeir olmaz. Burada şairi günahlandırma olmaz bir o qədər ki, sən axı bu qədər bilirsən şeir haqqında, amma yazdığın şeir deyil. O şairin vicdani borcu, o şeir olmayanı üzə çıxarmamaqdır. Çünki hər şeir olmayan üzrə çıxardıqca biz oxucunun zövqünü körlüyürük. Və oxucu artıq kriteriya olaraq bizim yazdığımız o zövqsüzlüyü şeir kimi qəbul edir. Elə başa düşür ki, Cəlil Cavanşirin zarafatla Facebook statusunda yazdığı 3-4 bənd şeirdir. Mən əslində vicdani davranış ona deyirəm ki, Cəlil Cavanşir onu paylaşmasın, oxucuya təqdim eləməsin. Ən azından mümkün qədər hansısa bir qəzet səhifəsində, hansısa bir internet saytına çap elətdirməsin. Facebook səhifəsi sosial şəbəkələrdə zarafat da eləmək olar, şarj da paylaşmaq olar, hətta şeirlə bir karikatura da çəkmək olar. Bu başqa bir şeydir. Hətta anti-şeir də yaza bilərsən. Amma artıq ciddi mənada mətni üzə çıxarmaqdan söhbət gedirsə, kitab halına salmaqdan söhbət gedirsə, biz oxucuya qarşı insafsızlıq eləməməliyik. Mən bunu o adamlardan gözləyirəm ki, o adamların doğrudan ciddi mütaliəsi var, istedadı var, şeirin nə olduğunu bilirlər, amma şeiri yaza bilmirlər. Yəni, yaxşı şeir yaza bilmirlər. Arada bir yaxşı şeir yazıb, o iki yaxşı şeirin arasında bir 10 dənə də, belə deyək də, xaltura şeiri yazmaq və onu oxucuya təqdim eləmək, o iki yaxşı şeirin arasındakı boşluğu doldurmağa çalışmaq lazım deyil. Şair var ki, 10-15 şeiri ilə yadda qalır, 3 şeiri ilə yadda qalan, 1 şeiri ilə yadda qalan şair var da. Yəni, mütləq şairin qalaq-qalaq kitabı olmalıdır kimi bir borc yoxdur. Mən ümumiyyətlə həmişə mənə gülməli gəlib ki, bir şairin 10 cildliyi olsun, 12 cildliyi olsun. Bu qədər şeir yazmaq olmaz. İstə ağırdır, bunu oxumaq da ağırdır. Bu qədər duyğusal, bu qədər poetik yaşamaq olmaz. Doğrudan da mümkün deyil. Bu insanın gündəlik qayğıları da var. Sən oturub bütün gecə səhərəcən şeir yazırsansa, bu uydurmadır, saxtadır. Şeir ovqata bağlı bir şeydir. Bəs bugün şeir yazan insanlar içərisində normal bir şair həyatı yaşayan varmı Azərbaycanda? Bax, məsələn, müşahidə edirsinizmi bunu? Normal şair həyatı hansı kriteriyadır, mən onu bilmirəm. Yəni ki, sözün açıq hələ özüm üçün təyin eləməmişəm də, şair necə yaşamalıdır. Məsələn, şair nümunəsi var Bukovski. Mən nəsr əsərlərini sevməsəm də, şair olaraq şeirlərini çox bəyəndiyim şairlərdən. Son 90-larda dünyasını dəyişib Amerikan şairi. Məsələn, Ferlinghetti Amerikan şairlərinin çox xoşuma gələn şairdir. Həyat tərzi çox qarma-qarışıqdır, amma eyni zamanda həm də çox gözəl jurnallar çıxardıb, yaxşı kitablar çap elətdirib. Ginsbergin şeirlərini çox sevirəm. Amerika ədəbiyyatından yenə bit nəslinin nümayəndəsi. Onun həyatı, yaşamı o qədər, belə deyək ki, örnək olmayacaq bir yaşamdır ki. Amma şair olaraq çox mükəmməl şairdir. Elə Nazimin özünün şəxsi həyatı, elə Kiçik İskəndər bizim danışdığımız. Yəni, şairi mən ütülü, belə səliqəli geyinmiş, bu modeldə görə bilmirəm. Mənim modelimdə bu şair bu cür deyil. Amma o cür də olsa, o cür də şair ola bilər məsələn. Yəni, təbii ki, düzənli bir həyat yaşayan, normal bir həyat yaşayan. Yəni, mənə görə şairin həyat tərzi elə yazdıqlarında üzə vurur artıq. Sən şeirini oxuyanda bilirsən ki, şair hansı həyat yaşayır. Və təbii ki, tanıyanda da bilirsən ki, bu şairdir, yoxsa şairliyi imitasiya edir. Mütləq, belə deyək də, bohem həyat yaşamaq şərt deyil. Şair ailə də qura bilər, övlad sahibi də ola bilər, şairin yenə də oxucusu olacaq, bu təhlükəli bir şey deyil. Şair içkidən uzaq, çox normal həyat tərzi yaşaya bilər ki, yaşamalıdır ki, yazsın. Amma şair içib də yaşaya bilər, yəni deyirəm, Bukovski, Ginsberg nümunəsini dedim mən sizə. Yəni, konkret resept yoxdur, amma bizdə daha çox bohemə meyil var. Niyə bohem daha çox sevilir? İnsanlar, belə deyək də, televiziyadan Kalstukunu son həddə qədər özünü boğub şeir deyən bir şairə inanmır. Bu, xalqın problemidir. Yəni, o adamlar bəlkə də uzun illər bizə yalan danışdığı üçün biz onlara inanmırıq. Yəni, mən də xalqın artıq bir nümayəndəsi kimi deyirəm bunu. Biz ona görə inanmırıq ki, adamlar illərlə kalstuk taxıb bizə yalan danışırlar. Rəsmiyyət var hər halda, rəsmiyyət, səmimiyyət. Amma biz acından ölən, belə deyək də,
quru kobud formada deyirəm də, acından ölən, içki içən, səliqəsiz geyinən şairlərə daha çox həmişə inanmışıq ki, onun həyatında faciələri var. Bir əslində Ramiz Rövşəndə də ona bənzər bir şairi dar ağacında görmək istəyirik. Təxminən belə bir şeiri var. Əslində bizim xalq doğrudan elədir. Biz şairi o qədər düşük vəziyyətdə görmək istəyirik ki, sonra ona yazığımız gəlsin, sonra onu ağlayaq, onun faciəsini oxuyub ağlayaq. Biz şairi o obrazda çıxartmalıyıq. Bizim şairlərin də borcu odur ki, artıq o obrazı dağıtsınlar. Artıq kafelərdən evə yığışmağın, kafelərdən intellektual çevrəyə toplanmağın vaxtıdır. Şair, demirəm yön verməlidir, amma şair başa düşürsə ki, ona baxıb nümunə götürən insanlar var, onun həyat tərzini özünə idol seçən insanlar var, mütləq özünə çeki düzən verməlidir. Artıq biz xalqa göstərməliyik ki, məhz sizin acığınıza biz yaxşı da yaşaya bilirik. Bəli, şairin evi də olmalıdır, şairin maşını da olmalıdır, şairin səliqəli geyimi də olmalıdır. Bu nümunəni biz artıq göstərməliyik. Heyf ki, hələ mümkün deyil onu göstərmək. Heyf ki, xalq özü də onu istəmir hələ. Xalq hələ də istəyir ki, şair acından ölsün, şair nə bilim, kasıb yaşasın, bütün günü şikayət məzmunlu şeirləri yazsın. Bu tarixdən bu tərəfə belə gəlir. Ən azı xəstə olsun. Ən azı xəstə olsun. Sən də xalq olaraq ona baxıb acıyasan ki, yazıq içməkdən gönlünə günə düşüb, xalqın dərdini çəkməkdən gönlünə günə düşüb. O modeli darmadağın eləməyin artıq vaxtıdır. Ortalığa səliqəli, xoşbəxt yaşayan bir şair modeli qoymaq lazımdır və şeiri indiki pessimizmdən çıxartmaq lazımdır. Vəzifə budur əslində. Bir şairin həyatı boyunca şeir yazması prosesi müəyyən bir dövrə, belə deyək, dövrə əhatə edən qığılcımdır, yoxsa şair bütün ömrü boyu şeir yaza bilər, bunu uğurlu yaza bilər və ya tükənə bilər. Yəni, adətən tükənən insanları da görürük. Bu nədir, bu fərqi nədir? İstərdim bunu biraz aydınlaşdırasınız və ümumiyyətlə bir şairi nə tükəndirə bilər? Bax, bayaq çəkdiyimiz nümunələrdən ömrünün sonuna qədər yaxşı şeir yazan şair nümunəsi mən tanımıram. Nazimin ömrünün sonuna qədər yaxşı şeir yazdığını biz deyə bilməliyik. Və yaxud da ki, Azərbaycan deyə bilməliyik. Əli Kərimin bütün şeirlərini biz yaxşı deyə bilməliyik. İllərlə indi son dönəm şairlərindən, məsələn, bizim dostumuz Salam Sarvanın bütün şeirlərini tərifləyə bilməliyik, Ramiz Rövşənin bütün şeirlərini və yaxud ki, Akşin Yeniseyin, Şəhriyar Delgeraninin, Qismətin, bunların bütün şeirlərini biz yaxşı deyə bilməliyik bu nümunələrə də. Yaxşı şeir, yenə deyirəm, bir şairin həyatında 3 ya 5 ola bilər. Hətta bu qədər az. Hə, 3 ya 5 ola bilər, çünki şairdən qalan odur. Sirkəliysən, hərədən 1-3-5 şeir ancaq qalır. Ona görə mütləq ömrünün axına qədər şairdən yaxşı şeir gözləmək də olmaz. Və bizim Azərbaycan şairinin tükənməsinin səbəbi, bax, indiki nümunələrlə izah edə bilərəm, sonra bizdən əvvəlki 60-cı illər nəslinin nümunələri, elə Ramiz Rövşən nümunəsi, eyni yerdə erişib qalmaq, eyni estetikaya erişib qalmaq. Məsələn, Akşinin gərəki sözü idi ki, mən oturub özüm üçün deyir bir şey tapmışam, bir sistem tapmışam, o sistemdə yazıram, siz də bunu tənqid edirsiniz. Elə bir şey yoxdur. Bir sistemi tapdın, özünü heyza vəzində məsələn yoxladın, alınmadı və yaxud da alındı bir gözəl şeir çıxdı ortalığa. Mütləq sən bütün şeirlərini ona oxşatmalı deyilsən. Yəni, şair bir şeirinin arxasında gizlənməli deyil ömrünün axırına qədər. Axtarışda olmalıdır. Axtarışda olmayanda artıq, məsələn, Nazim Moskvaya gedəndə deyəsə, mən eşitdiyimi deyirəm, yəni tam oxumamışam bu barədə, amma eşitmişəm elə bir söhbət ki, Moskvaya gedir, ona qədər heyza şeiri və Osmanlı şeirinin dağıdıb onun üzərində bir şeir yazırdı. Moskvaya gedir, metroda Mayakovskinin deyəsən şeirini görür, sərbəst şeirini. Sadəcə vurulmuş bir şeiri görür, rus dilində bilmir. Soruşur, bu nədir? Deyirlər, Mayakovskinin şeiridir. Sadəcə o gördüyü sistemin üzərinə şeir yazır. Sərbəst şeiri ondan sonra yazır. Sadəcə o şəklini yadında saxlayır və o formada şeir yazır və alınır Nazimdə təbii ki. Bizimkilər axtarışda deyilər. İndi Azərbaycan şairinin soruşsan ki, hansı müasir dünya şairi ilə əlaqəsi var, mən əminəm ki, 2 ya 3 nəfər şairimiz dünya ədəbiyyatında öz yaşıdlarını tanıyır. Məsələn, Almaniyanın Akşin Yeniseyi kimdir? Soruşsan, Akşin yəqin ki, onun üçün maraqlı deyil. Və yaxud da ki, mən özüm, məsələn, belə deyək də, onlar qədər şairliyə və şeirə iddialı olmadığıma görə düşünmürəm ki, mən mütləq şeir yazacağım bundan sonra. Bir şeir, 2 şeir yazaram, mənə bəs eləyir və mən şair kimi də qalmaq istəmirəm tarixdə. Yəni, kəşk indiyə qədər də şeir yazmazdım. Amma şairi tükəndirir məişət. Məişət səviyyəsinə ilə şair tükəndir. Bu məişət
elə içkisi, nə bilim, bəzi şeylərə hərislik, nə bilim, şöhrətə can atmaq şairi tükəndirir. Məsələn, dünyəvilik. Sən otur şeirini yaz, normal həyatını yaşa. Əgər sən şairsənsə, oxucu səni tanıyacaq, sevəcək. Sən əgər şeirinin arxasınca düşüb, şeirin apardığı yerə gedirsənsə və yaxud da ki, o şöhrətin arxasınca düşüb, onun arxasınca sürünürsənsə, nəticə olaraq 3 il, 5 il ömrü var. Bu şöhrətin də, bu belə deyək də, şeirin də, bu şairin də 3 il, 5 il, maksimum 10 il deyək ömrü var. Ondan sonra estetika tamam dəyişəcək. Məsələn, 90-larda populyar olan şeirlər, xatirə dəftərlərini bəzəyən şeirlər bugün lağ hədəfidir. Bugün biz oturanda, məsəl üçün, o şeirlər haqqında danışmarıq heç. Amma biz müasir 90-dan bu tərəfə yazın. Biz, məsəl üçün, Vaqif Bayatlının şeirlərini oxuyub zövq alarıq. Gündən günə yenilənən bir estetikadır. Vaqif Bayatlı əgər, məsələn, onun şeirini oxuyan qızların arxasınca düşüb gəlsəydi indiyə qədər və yaxud da ki, içki məclislərinə, çağırılan bütün içki məclislərinə gedib, içib, sərxoş olub, o adamlara şeir desəydi, Vaqif Bayatlı yerilənib, gəlib Vaqif Bayatlı olmazdı, bugün də aktual olmazdı şair kimi. Ona görə şeirin, şöhrətin və yaxud məşhurluğun apardığı yerə getmək lazım deyil. Şair öz olduğu yerdə ağırdır. Daş necə ki, düşdüyü yerdə ağırdır. Şair də olduğu nöqtədə, olduğu məqamda ağırdır. Qoy sənin ətrafında pərvanə kimi fırlansınlar. Oxucuların da, şöhrətin də, nə bilim, qayğıların da, problemlərin də, hamısı qoy sənin ətrafında fırlansınlar. Sən onların arxasında düşüb fırlandıqca yolda itirsən, yox olursan. Tükənə-tükənə bir nöqtəyə çatanda gedib, o şöhrətin son nöqtəsini çatanda orada görürsən ki, artıq sən yoxsan. Orada quru bir ad qalır. Ədəbiyyat nümunəsi yaradan adam, xüsusilə yazarlar, bəzən özlərinə, belə deyək, öz içlərində Allahlıq iddiasına düşürlər. Balaca-balaca dünyalar yaratdıqlarına görə özlərinə bir balaca tanrı elan eləyirlər. Amma biraz ədəbiyyatla yaxından maraqlananda içində ilahi sevgi, Allah sevgisi olan insanların daha gözəl şeylər yaratdığı məlumdur. Bu bir yanılmadırmı, yoxsa ümumiyyətlə həmin adamlar ədəbiyyatdan uzaqdırlarmı? Yaxşı nəticə verdiyi olurmu bunun? Yaradıcı adam təbii ki, demirəm kiçik bir Allahdır və yaxud da ki, yaradıcı adam mütləq özünü ilahlaşdırmalıdır. Belə bir şey, yəqin fərdi bir şeydir. Mən özüm haqqında heç vaxt düşünməmişəm ki, mən özü yaratdığım dünyanın sahibiyəm. Yox, mən bu proseslərin içərisində, bu kainatın içərisində kiçik bir zərrəyəm və o zərrə olduğumu dərk edirəm. Şair özünü ilahlaşdırmalıdırmı, Allahlaşdırmalıdırmı? Məncə yox. Şair də sıradan bir insan həyatını yaşamalıdır. Öz qurduğu dünyanın içində özünü itirməməlidir. Bu bir psixoloji problem sayıla bilərmi? Kütləvi olduğuna görə, yəni mən kütləvi rastlaşdığıma görə belə bir şeyinə, mən bunu psixoloji problem hesab edirəm. Çünki insan bir yerdən sonra reallıq hissini və həqiqətin nə olduğunu dərk etməyi itirir. Reallıq hissini itirən adam artıq, məsələn, şeirlə necə davranacağını bilmir, sözlə necə davranacağını bilmir, özü haqqında çox dəhşətli, yüksək fikirdə olur və ətrafdakıların ona gülməyini hiss edə bilmir. Ona görə insan biraz öz içindən çıxıb, özünə kənardan baxmağı bacarmalıdır, özünə tənqidi yanaşmağı bacarmalıdır. Olsun, sən öz dünyanın yenə də Allahı ol, sən yenə də öz dünyanın Allahı olma, padşahı ol, sahibi ol, yiyəsi ol, öz dünyanı heç kəsi yaxın buraxma, məsələn, toxunulmaz hesab elə. Öz dünyasına sahiblənə bilmək çox yaxşıdır. Özünə yə durmaq çox yaxşı bir şeydir, amma bu deməkdir ki, sən reallıq hissini itirib havalarda uçmalısan. İndi bizdə o obrazı yaradıblar da, şair havada sanki vakumdadır da, bir belə deyək, salfet parçasını atırsan havaya, o külək onu yerlədir, şairi o cür görürük biz. Elə deyil, şair möhkəm bir dirək kimi, bir belə deyək, işıq dirəyi kimi olmalıdır, möhkəm yerində, amma işığında saçmalıdır. Bir yerdə dayanmalı, stabil olmalı. Yəni, şair yerlənəndə külək onu istənilən istiqamət aparır və artıq o şair o yerləndiyi müddətdə reallıq hissini itirir və özü haqqında heç nəyi bilmir. Onu təriflər, baş gicəlləndirməsi yaradır. Elə bilir ki, hər şey doğrudur, amma əslində onu aldadırlar. O şairi. Məsələn, mən aldanmağın tərəfdarı deyiləm. Çünki xeyli müddət aldanmışam. Başa düşürəm ki, o yazılan oxucu məktubları, o nə bilim, nələr, o baş gicəlləndirən şeylər bugünkü həyatıma tətbiq edirəm, görürəm ki, mən çox aldanmışam. Cəlil bəy, ədəbiyyat yaradan insanlardan danışdıq və hər bir ədəbiyyat yaradan insan, hər bir yazıcı, hər bir şair çox istəyər ki, hər halda mən belə düşünürəm, onun yazdıqlarını, onun yaratdıqlarını insanlar oxusunlar, daha çox sayda insan oxusun. Və eyni zamanda kütləvi olmaq təhlükəlidir.
Yəni bir kütlənin şairi olmaq, bir kütlənin yazıçısı olmaq təhlükəlidir. Bu balansı necə qorumalı? Ədəbiyyat kütləvi sənət deyil, təbii ki. Mən məsəl üçün çox sevinərəm ki, bizim yazıçılar, bizim şairlər o kütləviliyə qaçmasınlar. Yəni, çox yaxşı olar ki, bunu dərk eləsinlər ki, 500 min kitab satmaq təbii ki, bütün yazıçıların arzusudur. Amma o 500 min kitab satıb nəticə əldə eləmək də lazımdır. Bizim nəticəmiz nədir? Biz hələ ki, etiraf edək ki, Beləcərdən o tərəfə öz ədəbiyyatımızı keçirə bilməmişik. Yəni, bir-iki şeir Türkiyədə çap elətdirilmək, bir-iki şeir Almaniyada çap olunmaq və yaxud da ki, İranda çap olunmaq, bir neçə və yaxud da ki, şəxsi hesabına nəyisə eləmək, bu hələ tam olaraq səni dünyada oxuyurlar demək deyil ki. Deməli, kütləvi olmaq, kütləviliyə qaçmaq nəticə deyil. Bir gün populyar ola bilərsən, bir gün kütləvi ola bilərsən, səndən asılı olmayan səbəblərdən. Amma bunu şairin özünün arzulanması gülməlidir. Çünki mən şeiri özüm üçün yazıram. Mən özüm üçün yazdığım şeirin necə istəyə bilərəm ki, 1000 nəfər də oxusun. Oxuyan oxusun, oxumayan oxumasın. Onun haqqında deyilən fikirlər ümumiyyətlə mənə maraqlandırmır. Mən nə yazdığımı zaten özüm dərk edirəm. Oxucu oxuyursa gözəldir. O estetik zövq alırsa, sevə bilirsə o şeiri, özünü tapa bilirsə. Və mən nəyə həmişə meyar kimi baxmışam? 100 dənə zövqsüz oxucunun məni oxumağındansa, 5 dənə zövqlü oxucunun oxuyub dərk eləməsi mənə daha çox xoş gəlib həmişə. Yəni, anlaşılan bir dildə yazıram, kifayət qədər, belə deyək də, sadə bir şey yazıram, amma baxıram ki, zövqlü oxucunun 5-i bunu bəyənib. Yəni, bu artıq kriteriyadır mənim üçün. Kriteriyadır ki, 5 nəfər zövqlü oxucu mənə başa düşdü. Zövqsüz oxucu istəyir, belə deyək də, 10 min nəfər oxusun. O kütlənin arxasında mən heç vaxt qaçmaram və tövsiyə edərəm ki, kütlənin arxasında qaçsın kimsə. Bir də dünyada məşhur olan bestseller anlayışı var ki, məsələn, bəzən olur ki, ciddi əsərlər həddindən artıq böyük kütlə tərəfindən oxunur, bəzən sadəcə reklam olunur deyə oxunur. Bax, bu məsələdə necə davranmalı? Ümumiyyətlə, bestseller oxumaq sadəcə bestsellerdir deyə lazımdırmı? Bestseller ədəbiyyat hadisəsi deyil. Bestseller naşirlərin belə deyək, marketing işçilərinin işidir. Yəni, bir kitabı bestseller eləmək bir nəşriyyatın işidir. Məsələn, bu siyasətdir, yəni, mənə görə. Daha çox... Yəni, aldanmaq lazım deyil. Reklam. Məsələn, adi, belə deyək də, ən keyfiyyətli məhsulları biz reklam vasitəsilə alırıq? O vasitəsilə tapırıq? Öz zövqümüzə görə araşdırıb, ən yaxşısını tapırıq. Məsələn, ən çox reklam olunan çayı içirik, içmirik. Biz çalışırıq ki, məhz o çayı içməyik. Kitaba da o cür yanaşmaq lazımdır da ki, bir şey reklam olunursa, bir şey sənin gözünə çox belə bunu oxu, bunu oxu, bunu oxu, bu çox satılır, bunun haqqında bunu yazdılar, bunu belə təriflədilər. Ona qaçmaq lazım deyil ki, sənin zövqün artıq kamil oxucudan söhbət gedir. Məsələn, bir 25-30 yaşında oxucu bir 100 kitab oxuyubsa, artıq nə oxumaq istədiyini bilir. O, məsəl üçün, kitab satılan mağazaya girəndə artıq məqsədli girir. Ki, mən bu günlərim, belə deyək, Dostoyevskinin Karamazov qardaşları romanını oxumaq istəyirəm və gedib onu alıb oxuyuram. Onun yanında əgər bugün bestseller olan, deyəlim ki, məsələn, hansı kitabı, o olsun Elxan Elatlının bir romanı, hamı oxuyur, Azərbaycan üçün bestseller saya bilərik də. Məsələn, onun yanında o kitab varsa, sən üstündə bestseller varsa, sən aldanıb onu alacaqsansa, artıq sən zövqlü oxucu deyilsən. Sən zövqün varsa, istədiyin kitabı bilirsən və o kitabı almağa gedirsən. Yəni, bestseller reklam məsələsidir. İstənilən bir kitabı bestsellerə çevirmək mümkündürmü? Mən iki nəşriyyatda çalışdığıma görə və nəşriyyatlarla bağlı çox kitab oxumuşam, çox araşdırmışam, falan eləmişəm və mən bilirəm ki, düzdür, Azərbaycan mühitində bir o qədər asan deyil, amma dünyada bu nümunə var ki, istənilən kitabı naşir və yaxud da ki, o kitabın marketinq işi ilə məşğul olan, reklamı ilə, menecer işi ilə məşğul olan insan o kitabı məşhurlaşdıra bilir. Deməli, bestseller anlayışı bizi aldada bilər. İllüziyadır sadəcə. Ona aldanıb bestsellerə qaçmaq lazım deyil. Mən məsəl üçün necə oxuyuram? Oxuculara da onu belə tövsiyə elə deməyək də, bölüşürəm oxucu ilə də ki, mən məsəl üçün nüfuzlu jurnalların əsrin 100 əsəri, ölmədən oxunmalı 100 kitab, nə bilim, ən yaxşı 1000 kitab, o siyahlara baxıram. Bunlar da təbii ki, reklamdır, bunlar da reklamın bir parçasıdır. Amma ən azından o siyahların hazırlanmasında çox tanınmış profesional ədəbiyyatçılar iştirak elədiyinə görə mən diqqətlə o siyahını araşdırıram, görürəm ki, bəli,
həqiqətən son 10 ilin ən yaxşı kitablarının siyahısına baxıram. Görürəm ki, bunu hazırlayan 10 dənə nüfuzlu ədəbiyyat tənqidçisidir məsələn. Artıq o mənim zövqümə təsir edə bilər. Onları tapıb oxumaq olar. Amma Almaniyada və yaxud Amerikada və yaxud Avropada yarım milyon, 1 milyon, 2 milyon tirajdan satılan, 10 dəfə nəşr olunan təkrar-təkrar kitablar, onlara da yoxlamışıq, onları da oxumuşuq, görmüşük ki, əslində boş şeylərdir. Nəşriyyatda çalışmağınızdan söz düşmüşkən, istəyirəm biraz da tərcümə məsələsinə toxunaq. Azərbaycanda bugün ədəbiyyat sevərlər, kitab oxuyanlar, bu mənim müşahidəmdir, yanıla bilərəm, rusca və türkcə daha çox oxuyurlar, mənə elə gəlir. Azərbaycanca hər kitab oxunmur. Yəni, bir kitabın türkcəsi də varsa, Azərbaycancası da varsa, mən bəzən seçim eləyəndə türkcəni götürürəm, özümdən götürürəm. Yəni, bu mənə həmin belə deyək də, o kitabın verəcəyi informasiyanı daha yaxşı həzm etməyimə kömək eləyir. Baxmayaraq ki, məsələn, Azərbaycan dilində normalda daha yaxşı, daha rahat olmalıdır, amma bəzən başqa dildə oxuma tələbi yaranır. Səbəb nədir? Ümumiyyətlə, Azərbaycanda kitab bazarı, müstəqil kitab bazarı, SSR-dən asılı olan demirəm, müstəqil kitab bazarı yeni-yeni formalaşır, son 10 ildə formalaşmağa başlamışdı. İndi bu iqtisadi krizisin kitab bazarı nə qədər təsir olacaq, onu hələ bilmirik. Formalaşmağa başlamışdı və yüksələn xəttlə inkişaf edirdi. İlkin mərhələdə tərcümələr təbii ki, keyfiyyətsiz idi. Tələsi idi, redaktorlardan yaxşı keçmirdi, üzərində diqqətlə işləmirdi, tərcüməçi də məsuliyyətsizlik edirdi. Çünki yüksək qonorar alınmayan bir tərcüməçidən yüksək keyfiyyət tələb eləmək də olmaz. Amma getdikcə bu da nizamlanır, qaydasına düşür. Məsələn, son tərcümələri əldə edib oxuyanda mən də türkçəyə çox meyil göstərirəm oxumağa. Türkçə kitablara daha çox vaxt ayırıram ki, siz deyək ki, informasiya daha bol olur da orada. Amma son dönəmə baxanda görürük ki, son dönəmin şeiri, son dönəmin tərcümələri getdikcə keyfiyyəti artır. Yəni, bu barədə də mən nikbinəm. Yəni, ümumi ovqat olaraq bu barədə nikbinəm ki, getdikcə keyfiyyət düzəlir. Amma yaxşı olar ki, naşirlər o keyfiyyətsiz çap elədiyi kitabları özləri də çox yaxşı bilirlər. Hamısı dostlarımızdır, əzizlərimizdir, heç kəsin qəlbini də qırmaq istəmirik. Amma qoy o, elə bizim o dostlarımız olan insanlar qoy keyfiyyətsiz çap elədikləri kitabları dövriyyədən çıxartsınlar, təkrar-təkrar nəşrinə çalışmasınlar. Bir də belə bir mənzərə var ki, sanki tərcüməçilər ədəbiyyatşünaslara, ədəbiyyatşünaslar tənqidçilərə, nə bilim, qalan hamısı şairə, yazıçıya qarışıb, hamı bir-birinə qarışıb, hamı ayrı-ayrılıqda öz işini görmür. Yəni, ümumi bir... Yəni, yazısı tərcümə ilə məşğuldur, tərcüməçəm də şeir yazır. Bu xeyirdirmi, ziyandırmı ədəbiyyatın inkişafına? Ümumiyyətlə, bizim mühit çox dar mühitdir də. Yəni, məsələn, rus dilini bilən peşəkar tərcüməçi tapmaq çətin olduğuna görə rus dilini bilən yazısının xidmətindən istifadə edirlər. Mən də məsəl üçün zaman-zaman tərcümə ilə məşğul, amma mən həm də ixtisas peşəkar tərcüməçi olduğuma görə məşğul olmuşam. Amma bu quru tərcümədən çox yaxşıdır, yazıçının tərcümə eləməsi. Mən də ona gələcəm ki, şairin bir şeiri tərcümə eləməsi və yaxud da ki, yazıçının bir romanı tərcümə eləməsi daha effektivdir. Çünki ən azından o əsərin ovqatını tutmaq məsələsi var. Amma mən onun tərəfdarı deyirəm ki, bir yazısı həm Agatha Christie'ni tərcümə eləsin, həm Tolstoy'u tərcümə eləsin, həm Dostoyevskini tərcümə eləsin, həm də gəlsin Paul Auster'i tərcümə eləsin. Bunlar ayrı-ayrı məktəblərdir sayıdığımız, ayrı-ayrı janrlarda yazırlar, ayrı-ayrı izmlərdə, ayrı-ayrı cəryanların nümayəndələridir. Və bir yazısı, məsələn, Cəlil Cavanşir, həm Dostoyevskini, həm Tolstoy'u, həm nə bilim Paul Auster'i və yaxud həm belə deyək, Bernhard Schlink'i tərcümə edə bilməz. Bir yazısı və yaxud bir tərcüməsi bir yazısının və yaxud da ki, bir janrın professional ola bilər, ustası ola bilər tərcümədə. Məsələn, mən düşünürəm ki, bizim elə problemimiz, tərcümədə yaranan problem, yazıcının, məsələn, deyək ki, hansısa nümunələrdən yadıma sala bilmirəm, o çoxlu qüsurlar olan tərcümələr var da. Məsələn, mən inanmıram ki, bir yazıcı Kafkanı tam olaraq dərk eləmədən tərcümə eləsin və hansısa bir tərcüməsi. Sən bunu həzm eləməlisən içində, bunu anlamalısan, onun üslubunu, onun cümlə quruluşlarını əritməlisən özün üçün, öz daxilində, ondan sonra onun tərcüməsinə girişməlisən. Bir dedektiv romanı hamı tərcümə eləyə bilər. Çünki standart bir şeydir. Amma sən Dostoyevskinin tərcüməsinə girişirsənsə, xristiyan mətnlərindən sən xəbərin olmalıdır. Sən Thomas Mann'ı tərcümə edirsənsə, ən azından dini mətnləri Thomas Mann səviyyəsində olmasa da onun yarısı səviyyəsində bilməlisən. Və yaxud da ki, bir ərəb yazısını sən tərcümə edirsənsə,
ərəb mədəniyyətindən xəbərin yoxdursa sənin, o tərcüməyə girişmək düzgün deyil. Yəni, düzdür, indi hamı birdən kütləvi girişmişdi bu işə, çox geniş imkanlar yaranmışdı, nəşriyyatların imkanı var idi, sifariş verirdilər, tərcümə etdirirlər. Baxırdın ki, biri həm türk yazısını tərcümə edir, həm rus yazısını, həm ingilis yazısını, amma hamısı da bir dildən, türk dilindən və yaxud da ki, bir dildən rus dilindən. Bu düzgün, məncə problemi bu yaradır. Yazısı bir zövq sahibi ola bilər də. Məsələn, bir yazısını sona qədər dərk eləməyə tərcüməsinin gücü çatır. Qoy geçsin o yazısı ilə məşğul olsun. Axıra qədər bilək ki, Azərbaycanda filan kəs Tolstoyun ən gözəl tərcüməsidir. Filan kəs Dostoyevskinin tərcüməsidir. Filan kəs, nə bilim, Thomas Mann'ı tərcümə edir. Yoxsa Thomas Mann'ı da tərcümə edib. Sonra gəlib, nə bilim, belə deyək, Orxan Pamuku da tərcümə edirsinizsə, artıq bu qarışacaq bir-birinə, estetika qarışacaq və keyfiyyətsiz çıxacaq ortalığa iş. Verilişimizin sonuna gəlirik. Bayaq qeyd elədiniz, əslində yazıçılar, şairlər başqalarından, təbii ki, incəsənət nümayəndələri də belədir, daha çox müşahidə eləyirlər. İnsanları daha yaxşı tanıyırlar. Və həssaslığınızla da bağlı bəzən olur ki, insanlara görə üzülürsünüz, əziyyət çəkirsiniz, bəzi şeyləri başqalarının dərk etdiyindən daha tez dərk eləyirsiniz, daha gec həzm eləyirsiniz. Ümumiyyətlə, bugün bizə baxan oxuculara nə demək istəyərdiniz? İstənilən halda nikbin olmağı tövsiyə edirəm. Belə məqamlarda, belə günlərdə, belə deyək, insanlar doğrudan çox böyük çətinliklərlə üz-üzədirlər, doğrudan çox böyük problemlər var. İnsani münasibətlər belə məqamlarda üzə çıxır. Dostların, yaxınların yaxşı və yaxud pis olmasını çətin məqamlarda ancaq dərk eləmək mümkündür. Bax, yaxşı olmağı tövsiyə eləmək, bilmirəm, çox şablondur, bəlkə də çox hamının deyə biləcəyi bir şeydir, yəni qeyri-adi bir şey deyil də. Amma yaxşı olmaq lazımdır, nikbin olmaq lazımdır və sevmək lazımdır. Qonşunu da sevmək lazımdır, küçədəki dilənçini də sevmək lazımdır, metroda ayağımızı tapdalayan xalanı da sevmək lazımdır, marşrutda üstümüzə şuğuyan o qardaşı da sevmək lazımdır. Hamını sevmək lazımdır ki, rahat olaq. Və bugün bizim o sevgiyə daha çox ehtiyacımız var. O həssas məqamdır, yəni çətinliklər insanları ya düşmən edir bir-birinə, ya da möhkəm birləşdirir. Mən istəyirəm ki, heç olmasa bu çətinlikdə, bu belə ağır günlərdə, bu belə ölkənin ağır vəziyyətində insanlar bir-birini daha çox sevsinlər və bir-birlərinə daha çox arxa dursunlar. Və ən önəmlisi, öz hüquqlarını, öz haqlarını tapdalanmasına imkan verməsinlər. Çünki özünü sevən insan imkan verməz ki, hüququ tapdalansın. Dostunu sevən insan dostunun hüququnu qoruyacaq. Mən istəyirəm ki, həm sevək bir-birimizi, həm də bir-birimizin hüquqlarını qoruyaq, bir-birimizi qoruyaq. Təşəkkür edirəm, çox sağ olun maraqlı söhbətə görə və əziz tamaşaçılar, bugünlük bu qədər. Biz bugün Cəlil Cavanşirlə söhbət etdik, şair, yazıcı, Azərbaycan ədəbiyyatının bir nümayəndəsi, müasir Azərbaycan ədəbiyyatının. Bugünlük söhbətimizi yekunlaşdırırıq. Bizi həftə içi 3 gün İnteras televiziyasının efirində yeni verilişlərlə, fərqli mövzularla gözləyin. Hələlik Allah amanında.